Yasamal rayonu 1-ci Alatava ev 118 ünvanında yaşayan paytaxt sakini Elarə Hacıyeva ərazidə söküntü və tikinti işləri aparan şirkətdən şikayətçidir. Ailə ona təklif olunan məbləğin az olduğunu, şirkət isə mülkiyyətçinin evinin dəyərindən dəfələrlə artıq məbləğdə kompensasiya tələb edildiyini deyir. Bəs ərazidə həqiqətənmi bina inşa ediləcək? Ki biz etiraz eləyirik, getmirik. Burada nə tikirlər olar? Bilmirsiniz. Baxın da görün nə tikirlər. Baxın, o yüksək, bax, o gördüyünüz kran nə üçündür? O ev tikmək üçündür. Biz orada park yaradacağıq. Tikinti şirkət tərəfindən bugünə kimi ərazidə 54 ev sökülüb. Sakinlərə kompensasiya ödənilib. Yalnız Elarə Hacıyevanın oğlundan başqa. Bu bizim evimizin kupçası, çıxarışı. Bizim evimizin sağdan, soldan, arxadan təhlükəsi var. Bütün günü ağır texnikalar işləyir. 3-cü mərtəbə ilə də, 1-ci mərtəbə ilə də əlaqəmiz kəsilib. Elarə Hacıyeva iddia edir ki, ərazidə bina inşa edən FBMTK ilə 3 ildir razılığa gələ bilmirlər. Elə buna görə də ərazidə aparılan söküntü işləri zamanı onların da mülklərinə ziyan dəyib. Bu da özlərinin iddia elədikləri, aldıqları ərazidən 40 santı qalan divar, beton qalığını uçurmaq üçün bizə bu ziyanı vurdular ki, orada bizim 40 santı betonumuz qalıb. Onu biz oradan götürməliyik. Həmin betonu vuranda uçdu, nərdivan töküldü yerə, su xətti partladı. Şikayətçinin təqdim etdiyi 250 kvadrat metr evə görə şirkət onlara 650 min manat pul təklif edib. Qarşı tərəf isə 5 mərtəbədən ibarət olan evinin bazar qiymətlərinə görə dəyərinin 1 milyon 800 min manat olduğunu deyir. Bundan əlavə, mənzil olaraq 2 ədəd 3 otaqlı, 1 ədəd 4 otaqlı mənzil veriləcəyi təqdirdə evinin sökülməsinə razı olacağını deyir. Məhkəmə prosesi zamanı məhkəmənin hakimi özü təklif eləyib ki, 5 mərtəbəli villaya siz dediyiniz qiymətlə bu villanın qiyməti uyğun gəlmir. Məhkəmənin hakimi 1,5 milyon başlayıb. Mənim oğlum da deyib ki, danışığa açığam. Danışığa getməyə hər dəqiqə hazıram. 1 milyon 800 mini versin, mən buradan çıxım gedim. FBMTK-dansa bildirildi ki, həmin ərazidə bina deyil, Bakı şəhər icra hakimiyyətinin sərəncamı əsasında park salınacaq. Şikayətçi Elarə Hacıyevanın oğlu ilə şirkət arasında razılıq əldə olunmamasının səbəblərindən biri mülkiyyətçi Həbib Hacıyevin şirkətdən dəfələrlə artıq kompensasiya tələb etməsidir. Yaşıllaşma və abadlaşma sahəsi olacaqdır. Orada ümumi 55 ev olub, 55 evdən 54-ü sakinlərlə tam razılaşdırılıb. Bir dənə bu Həbiblə qalan məsələdir, alqı-satqı eləyə bilmirik. Bunun da səbəbi birinci dərəcəli, biz bu günləri ona bazar qiymətlərindən yüksək də olsa 650 min civarında pul təklif edirik, amma onun istədiyi 1,5 milyondan çoxdur. Digər səbəb isə ərazidə söküntü işləri aparılan zaman tərəflərin mübahisəsinin davaya çevrilməsidir. Buna görə də MTK rəhbərliyi mülkiyyətçidən polisə şikayət edib. Razılıq əldə olunmadığı üçün tikinti şirkəti vətəndaşı məhkəməyə də verib. Həbibin özünün tikdiyi evi tikinti normalarına uyğun tikilmədiyinə görə və qonşuların evlərə bitişik olduğu üçün qonşular evlərini sökən zaman yəqin ki, hər hansı bir texnikadan nədənsə istifadə ediblər və həmin zamanı yaranan nasazlıqlardır ki, indi Həbib müəllim onu şirkətin üzərinə qoyur. Bayram günləri olduğu üçün mövzu ilə bağlı Yasamal rayon icra hakimiyyətindən mövqe öyrənə bilmədik. Mövzunu davam etdirəcək. Rəşad Vəkiloğlu, Nadir Zəllov, Space xəbər.